Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib. Yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi. Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə, yəni 591 nəfər siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 1, 2, 3 və 4 otaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerli tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə ümumi gücü 7,8 meqavat olan Suqovuşan 1 və Suqovuşan 2 kiçik su elektrik stansiyaları yenidən qurmadan sonra istifadəyə verilib. Suqovuşanda istirahət kompleksi layihəsi icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kotec və 2 mərtəbəli otel binasında əsaslı təmir işləri aparılıb.